Hər kəsə salam arzulayıram ki, yaxşısınız. Mən astroloq Hacıyev Rəşad və gəlin görək mart ayında, 2026-cı ilin mart ayında bürcləri, bizi, hamını nələr gözləyir. Mart ayının ikisində Marsın Balıq burcuna keçməsi ilə bir yerdə biraz daha ruhani, mənəvi enerjilər artır. Mart ayında edilən rituallar, ruhani praktikalar, mənəvi çalışmalar çox daha yaxşı işləyəcək və mart ayında ümumiyyətlə bilməlisiniz ki, enerji çox güclüdür. Özünüzü yaxşıcana qorumaya almalısınız. YouTube kanalımdan tapa bilərsiniz özünüzü necə qorumalısınız. Çünki ruhani saldırılara, mənəvi, yəni necə deyək, göz nəzər, nəfs cadu kimi şeylərə biraz daha meyilli bir aydır mart ayı. Özünüzü yaxşıcana qorursanız yaxşı olar. Mart ayının 3-də isə bir ədəd Qız burcunda ay tutulması baş verəcək. Bu ay tutulması Azərbaycandan baxanda xəritəyə maddi mövzular əsasən gündəmə gətirəcək. Pul, maddi mövzular, iş kimi mövzularla bağlı dəyişimlər yaşana bilər. Bolluq və bərəkətdən yana çox güclü enerjisi olması ilə yanaşı, həm də karma enerjisi də çox sərt bir dolunaydır. Daha doğrusu ay tutulmasıdır. Bu ay tutulması zamanı maddi mövzular ön plana gələ bilər, pul qapıları açıla bilər, pullar gələ bilər, pulla bağlı, işlə bağlı böyük dəyişimlər yaşaya bilərsiniz. Buna əlavə olaraq sağlamlıq, günlük rutinlər, bu tərz mövzular da bol-bol gündəmə gələcək. Amma bununla yanaşı həm də karmalar da ödəyə biləcəyiniz, müəyyən sınaqlardan keçə biləcəyiniz, qohum-əqrəbə, qonşu, qardaş, bacı kimi insanlardan yana sınaqlar verə biləcəyiniz ya da arxanızca danışan, gizli düşmənliyə yeni insanlarla da üzləşə biləcəyiniz bir, belə deyək də, ay tutulmasıdır. Yəni, bu ay tutulmasının həm gözəl, pozitiv, xoş xassəli təsirləri olması ilə yanaşı, həm də müəyyən qədər sərt təsirlərə sahibdir, amma daha çox deyərdim ki, pozitiv təsirlər, çünki Yupiterdən təsir alır deyə daha çox pozitiv təsirlər aldığını deməyimiz mümkündür. Mart ayının 6-sında isə Veneranın Qoça keçməyi ilə bir yerdə sevgi, eşq mövzularına qarşı biraz daha ehtiyatlı olmalıyıq. Pis ya da sərt bir enerji deyil, sadəcə Venera Qoçu sevmir, ona görə sevgi mövzularında daha səbirsiz və huzursuz ola bilərik. Eşq mövzuları ilə bağlı çox belə, necə deyək, içimizdə atəşlər yana bilər. Sürətli və güclü enerjilər aktiv olacaq, amma bu belə bir təsirdir ki, mart ayının 6-sından sonra məsələn birini belə tez bir şəkildə əldə eləsəz həvəsiniz də soyuya bilər. Mart ayında bundan əlavə olaraq Yupiter retrosu qurtarır. Yupiter retrosunun qurtarmağı ilə bir də enerjilər yüngülləşir. Yəni mart ayında deyərdim ki, bir çox retro qurtarır. Həm Merkur retrosu qurtaracaq, həm Yupiter retrosu. Yəni mart ayından sonra biraz daha rahatçılıq və sakitçilik vaxtıdır. Bu arada iş mövzularında o dedim mən günəş tutulması, daha doğrusu ay tutulması var. O ay tutulması sadəcə marta yox, bütün 2026-ya müəyyən qədər təsir edir, xəbəriniz olsun. Yəni sırf mart ayında baş verəcək hadisə deyil ay tutulması. Düzdür, ay tutulması martda baş verir, amma bütün 2026-ya təsir edir. Ayın 19-u Balıq burcunda çox ruhani, mənəvi bir yeni ay olacaq. Martın 19-u möhtəşəm bir tarixdir. Rituallar, manifestlər, enerji çalışmaları üçün ideal bir tarixdir. Bu tarixi qəşəng bir şəkildə dəyərləndirə bilərsiniz. Mart ayının 20-sində isə Merkur retrosu qurtarır. Yəni rahatlayırsınız. Yəni də 2-3 gündə gözləyin. Texnoloji bir avadanlıq almaq istəsəz ya da yeni bir müqavilə ya da yeni bir münasibətə başlamaq istəsəz, bir 3-5 gün gözləyin. Yəni martın 25-dən sonra, 27-sindən sonra addım atsanız daha yaxşı olar. Kölgə təsirlə qutarsın. Və bundan əlavə olaraq 30-u Venera Buğaya keçir. Buğa bürcünə keçməyi də möhtəşəm bir şeydir. Martın 30-undan sonra əla bir dönəmdir. Sevgidən, eşqdən, puldan, bolluq, bərəkətdən yana, lüksdən yana möhtəşəm bir dönəmdir. Yəni uzun sözün qısası mart ayı biraz həm retroların qurtardığı, müəyyən qədər rahatladığımız, həm də biraz sərt təsirlərin, amma biraz sərt təsirlərin olduğu bir aydır. Amma çox da sərt, dəhşətli, pis təsirlər yoxdur. Amma martın 30-undan sonra Veneranın Buğaya keçməyi ilə tam bir huzur, rahatçılıq və bolluq bərəkət enerjisi bizlə bir yerdə ola bilər. Gəlin bax görək bəs bürcləri nələr gözləyir. Hansı bürcü mart ayında hansı hadisələr gözləyir? Gəlin başlayaq. Əziz Qoç bürcləri və xüsusən də yüksələn bürcü Qoç olanlar, gəlin görək mart ayında sizi nələr gözləyir. Əziz Qoç bürcləri mart ayında bol-bol duyğusalsız, həssassız, ruhani mövzulara fokuslusuz, mənəvi, ruhani takılırsınız, enerjiniz olduqca güclüdür, daha həssassız. Mart ayı sizin üçün biraz da duyğusal, həssas, biraz da dramatik bir aydır. Mart ayının 2-sində Mars sizin 12-ci evinizə keçir. Bu bir damcı sərt bir təsirdir. Belə ki, mart ayında gizli düşmənliklər, arxanızca danışan insanlar, gizli mübarizələr, ruhani negativlərdən qarşı-qarşıya gəlməyə meyillisiniz. Ona görə mart ayında bir Qoç bürcü mütləq özünü yaxşıcana qorumaya almalıdır. Xüsusən də yüksələn bürcü Qoç olan bir insan. Çünki
ruhani olaraq gözə, nəzərə, nəfsə, caduya çox meyilli bir dönəmdə mart ayı. Özünüzü necə qorumaya alacağınızı YouTube kanalımdan tapa bilərsiniz. Özünü qoruma metodları adlı bir videom var. Mütləq bunu etməlisiniz. Bundan əlavə olaraq da biraz karmaları və s. də gündəmə gətirə bilər. Ona görə özünüzü, enerjinizi yaxşıca qoruyun. Mart ayının 3-də bir ay tutulması var. Bu ay tutulması sizin 6-cı evinizdədir. Həm mart ayında, həm də bütün 2026 boyu iş, pul, yəni daha çox iş, sağlamlıq, peşə, ev heyvanları, günlük rutinlər kimi mövzular bol-bol gündəmə gələ bilər və bu mövzularla bağlı dəyişimlər yaşaya bilərsiniz. Hətta tamamlanmalar, dəyişimlər təcrübə edə bilərsiniz. Bu mövzularla bağlı tamamlanmayan, dəyişməyən ya da yarım qalmış bir şeylər dəyişə bilər. Bu bəzilərinizdə iş həyatında dəyişimdir, bəzilərində isə diyetlə, sağlamlıqla bağlı dəyişimlərdir. Mart ayının 6-sında Venera 1-ci evinizdə keçir. Mükəmməl bir dönəmə girirsiniz. Daha cazibədar və çəkici olacaqsınız. İnsanlar sizi daha çox bəyənəcək. Bolluğunuz və bərəkətiniz daha çox arta bilər. Daha çox göz önündə olacaqsınız, daha çox sevə bilər, sevilə bilər, əl üstünə tutula bilərsiniz. Şans, bolluq, bərəkət sizdən yanadır. Mart ayının 11-də isə Yupiter retrovuz bitir və Yupiteriniz düzgün pozisiyaya gəlir. Yəni bu deməkdir ki, mart ayının 11-dən sonra ailə, ev, yuva mövzularında daha da ekstra şanslı və gözəl bir dönəmə girirsiniz. Mart ayının 19-da 12-ci evinizdə bir yeni ay olacaq. Bu ruhani bacarıqlarınızı artıracaq. Mart ayında sizin elədiyiniz rituallar tak deyə tutacaq. Mənəvi enerjiniz dəhşətli dərəcədə güclü olacaq. Enerjiniz çox qüvvətli işləyəcək. Ruhani olaraq dəhşət yüksək bir potensial daşıyacaqsınız. Yəni mart ayı sizin ruhani olaraq dəhşətli dərəcədə dəstəkləndiyiniz və çox şanslı olduğunuz, amma eyni şəkildə biraz mübarizələr də verə biləcəyiniz bir aydır. Mən sizin yerinizdə olsam ki, sizin yerinizdəyim, mən də yüksəldim qoçdur, ritual edərdim. Yəni bol-bol ritual eləməyinizə məsləhət görürəm. Mart ayının 20-sində Günəş 1-ci evinizdə keçir, parıldayacaqsınız, işıldayacaqsınız, göz önündə olacaqsınız, çox işıltılı və parlaq bir dönəmə girirsiniz. Mart ayının 20-si eyni şəkildə Merkur retrosu da bitir, rahatlayırsınız, canınız rahatlayacaq. Biraz daha beyniniz sakitləşəcək. Mart ayının 30-dan sonra Venera 2-ci evinizə keçir, pul evinizə. Martın 30-dan sonra bolluq, bərəkət, rifah, xoşbəxtlik sizdən yanadır. Bolluq enerjinizdə əməlli başlı bir yüksəliş ola bilər. Həyatdan daha çox zövq ala bilərsiniz, həyatın keyfini çıxarda bilərsiniz. Əziz Qoç burcları, buna əlavə olaraq mart ayında bildirməliyəm ki, sırf öz bürcü Qoç olanlar mart ayında dostluqlarınızdan bağlı biraz ikiyüzlülük, saxtakarlıq, yalançılıqla qarşılaşa bilərsiniz. Əgər problemli, toksik ya da problemli xarakterli dostlarınız varsa, bu dostlarınızla bağlı biraz mübarizələr verə bilər ya da yaxşı kimi görsənən dostlarınızdan o qədər də yaxşı olmadığını görə bilərsiniz. İş, pul, maddiyyatla bağlı bəzi insanlar ya da iş həyatı ilə əlaqəli ya da dostluqlarınızdan kimlərsə ya da ailə böyüklərindən bağlı biraz gərginliklər verə bilərsiniz, mübarizələr çəkə bilərsiniz. Amma bundan əlavə olaraq xoşbəxt, gözəl, müjdəli enerjilər də sizdən olacaq. Yəni mart ayı həm biraz mübarizələri özlərində daşıyır, amma həm də gözəl, savaşçı, amma əyləncəli enerjilər də özlərində daşıyır. Arzulayıram ki, mart ayı möhtəşəm bir şəkildə olar Qoç burcları. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər Qoç burclarından bölüşməyi unutmayın. Sevgi işıqla qalın. Əziz Buğa burcları və xüsusən də yüksələn burcu Buğa olanlar, gəlin görə 2026-cı ildə sizi nələr gözləyir? Daha doğrusu 2026-cı ilin mart ayında. Əziz Buğa burcları, Venera 12-ci evinizdədir. Mart ayı sizin üçün çox ruhanidir. Mənəvi enerjilər ön plandadır. Etdiyiniz rituallar, ruhani praktikalar çox güclü işləyəcək. Mənəvi enerjiniz olduqca yüksək, güclü və zirvədə olacaq. Bu dönəm nə rituallar edəsəz çox güclü işləyəcək, amma mart ayı sizin üçün ideal bir ay deyil. Mart ayında enerjiniz zaman-zaman düşə bilər, biraz narahatçılıq, biraz və negativlər, gizli düşmənçiliklər və s. ya da problemli insanlarla da biraz qarşı-qarşıya gələ bilərsiniz. Ona görə də bu tərz negativlərdən uzaq durmağa ekstra diqqət edin. Mart ayında 2-ci evinizdə 11-ci, daha doğrusu mart ayının 2-sində Mars 11-ci evinizə keçir. Hədəflərinizə, arzularınıza daha çox yönələcəyiniz bir dönəm olacaq. Xəyallarınız, arzularınız sizin bir nömrəli hədəfiniz olacaq. Enerjinizi ora qoyacaqsınız və ora doğru güclü bir enerji ilə gedəcəksiniz. Bundan əlavə olaraq mart ayında biraz dostluqlarınızla bağlı gərginliklər, davadalaşlar və mübarizələr də verə bilərsiniz. Martın 3-5-ci evinizdə bir ay tutulmamız var. Sevgi, eşq, flört, uşaqlar kimi mövzular, şans mövzuları mart ayında və bütün 2026 boyu bol-bol gündəmə gələ bilər. Bu mövzularda tamamlanmalar, transformasiyalar təcrübə edə bilərsiniz.
Martın 6-sı Veneranın 2-ci evinizə keçməyi ilə bir yerdə sevgidən yana biraz problemli bir dönəmə girirsiniz. Genel olaraq Martın 6-sından sonrası biraz problemlidir. Sizin üçün biraz daha ehtiyatlı olmağınızda fayda var. Əsasən də sevgi, eşq, pul mövzularında biraz daha oyanıq olmalısınız. Mart ayının 19-da 11-ci evinizdə bir yeni ay var. Yeni həyatınıza yeni dostluqlar girə bilər, hədəflərinizə, arzularınıza gedərkən yeni qapılar açıla bilər, daha çox populyar ola bilər, əl üstünə tutula bilərsiniz. Mart ayının 20-sində isə Merkuri retrosu bitir sizin 11-ci evinizdə. Dostluqlarınızla bağlı problemləriniz bir tık daha azala bilər. Yəni mart ayında full hədəflər, arzular və dostluqlardır da gündəminiz. 30-sa, ayın 30-sa Venera 1-ci evinizə keçir. Sizin prime dönəminiz başlayır. Parıldayacaqsınız. Martın 30-undan sonra işıldayacaqsınız. Bolluğunuz, bərəkətiniz artacaq. Həyatın keyfini çıxardacaqsınız. Uğurlar sizlə bir yerdə olacaq. Gözəl enerjilər sizlə bir yerdə olacaq. Daha çox seviləcəksiniz. Çox çəkici görsənəcəksiniz. Martın 30-undan sonra və aprel aylarında möhtəşəm, çəkici, cəzb edici, mükəmməl enerjilərdə olacaqsınız. Yəni biraz martı yola verin. Pis deyil əslində, amma biraz sərt enerjiləri də var. 30-undan sonrası yaxşıdır. Bəs yaxşı. Əziz, sırf özbürcü buğu olanlar. Gəlin görə sizi nələr gözləyir? Sırf özbürcü buğu olanlar, siz maddi mövzulara çox güclü bir şəkildə yönələcəksiniz. Maddi mövzularda çox ciddi bir disiplin ortaya qoya bilərsiniz. Enerjiniz maddi mövzularda çox bərk bir şəkildə işləyəcək və müəyyən qədər biraz kollektiv işlərə və s. yönələ bilərsiniz, amma yüngül bir xəyal qırıqlığı yaşaya bilərsiniz. Bəzi həyatınızdan çıxmalı olan ya da həyatınıza dağılmalı olan nələrsə varsa bunlar dağıla bilər, amma hər şey itirib ya da pis bir vəziyyətdə olmayacaqsınız. Əlinizdə olanlarla yolunuza davam edəcəksiniz. Sadəcə biraz sarsıntılar ola bilər, amma pul cəhətdən potensial və güclü enerjilər var. Əsaslı fokusunuz maddi enerjilər olacaq mart ayında. Əziz buğalar, videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər buğa bürcləri ilə bölüşməyi unutmayın. Ən yüksək xeyrinizə xidmət edəsiniz. Sağ olun, salamat qalın. Əziz əkizlər bürcləri və yüksələn bürcü əkizlər olanlar, gəlin görək mart ayında sizi nələr gözləyir. Əkizlər bürcləri mart ayının 2-si Mars sizin 10-cu evinizə keçir. Karyera əsaslı olaraq fokus nöqtəniz olacaq. İşə, gücə, karyeraya daha çox yönələ bilərsiniz. Lakin karyera mövzularında biraz daha mübarizələr və çətinliklər verə bilərsiniz. Mart ayında ruhani, mənəvi, spiritual enerji çox yüksəkdir. Siz də buna nəsibinizi alacaqsınız. Etdiyiniz rituallar, ruhani praktikalar çox daha qüvvətli işləyə bilər. Karyera əsas fokusunuzdur mart ayında. Lakin biraz daha duygusal, həssas, melankolik, depressiv, belə ekstra duyğusal da davrana bilərsiniz. Mart ayının 3-ü isə 4-cü evinizdə güclü bir ay tutulması olacaq. Bu ay tutulması ailə, ev, yuva mövzularını gündəmə gətirə bilər. Ailə, ev, yuva, yaşadığınız yerlə bağlı dəyişim yaşaya bilərsiniz. Bunu sadəcə mart ayında yox, bütün il boyu da təcrübə edə bilərsiniz. Çünki bu bir ay tutulmasıdır. Sadəcə martda yox, bütün 2026-ya. Hətta 2026-dan biraz daha öncəyə də bəlkə də təsir edir. Sizin xəritənizdə bilə bilmərəm. Buna əlavə olaraq mart ayının 6-sında Venera 11-ci evinizə keçir. Dostluqlardan yana çox daha şanslı olacağınız bir dönəmdir. Qadın dostluqlardan yana bol-bol dəstəklənə bilərsiniz. Bununla yanaşı hədəflərinizə, arzularınıza, xəyallarınıza gedərkən qapılar sizin üçün açıla bilər, yollar daha açıq ola bilər. Gözəl, şanslı, dəstəkləyici enerjilər sizdən yana ola bilər, şansınız olduqca yüksələ bilər. Mart ayında 11-ci evinizdə olan retro pozisiyada Jupiter normal pozisiyaya keçir. Bu deməkdir, bolluğunuz, bərəkətiniz mart ayından etibarən çox bərk və çox şiddətli bir şəkildə arta bilər. Xüsusən də yüksələn bürcü əkizlər olanlar çox ciddi bir bolluq, bərəkət artımı ilə qarşı-qarşıya gələ bilər. Martdan sonra yavaş-yavaş bolluq, bərəkət və zənginlik enerjisi sizdən yana olacaq. Mart, aprel, may kimi də ekstra ola bilər ki, şaxələnsin. Amma təbii ki, bu sizin doğum xəritənizdən də asılıdır. 19-sa, ayın 19-sa 10-cu evinizdə bir yeni ay olacaq. Bu karyera, iş, güc mövzularını gündəmə gətirə bilər. İş həyatı ilə bağlı yeni bir qapı açılması, karyerada yeni bir başlanğıc və ya iş, karyera statusla bağlı gözəl enerjilərin ya da hər hansı enerjilərin gündəmə gəlməyidir. Doğum xəritənizdən asılı olaraq bu pozitiv və ya negativ ola bilər. Mart ayının 20-si dostluqlar bol-bol gündəmə gəlməyə başlayacaq yavaş-yavaş. Martın sonu, aprellər full dostluqlarınız, hədəfləriniz, arzularınız gündəmdədir. Mart ayının 20-sində bir də ki, Merkuri retrosu 10-cu evinizdə artıq retronu bitirəcək. Karyeradan yana daha şanslı bir dönəm, daha rahat bir dönəmə girəcəksiniz və ümumiyyətlə yaxşı bir dönəmə girəcəksiniz. Martın 20-sindən sonra rahatlayacaqsınız yavaş-yavaş. Aprelə doğru daha da rahatlayacaqsınız. Mart ayının 30-unda isə Venera 12-ci evinizə keçir. Sevgi, eşqdən yana Mart ayının 30-undan sonrası çox da yaxşı deyil. Ehtiyatlı olun. Köhnə mövzular, köhnə sevgilər də gündəmə gələ bilər. İlahi olaraq daha çox qorunursunuz və dualarınız daha tez qəbul ola bilər. Bundan əlavə olaraq əziz əkizlər bürcləri, sırf öz bürcü əkizlər olanlar sizə də demək istədiyim bəzi şeylər var. Mart ayında qadınlar bol-bol gündəmə gələ bilər.
qadınlardan yana dəstək, şans ya da ümumiyyətlə qadınların gündəmə gəlməyi ön plandadır. Buna qulaq asan qadın əkizlər bürclərinin qadın enerjisi artacaq. Daha çox hədiyyələr, jestlər görə bilərlər, əl üstünə tutula bilərlər. Hamilə qalmaq istəyənlər üçün bəlkə də potensial bir aydır. Bununla yanaşı iş, karyera ilə məşğul olanlar uğur və nailiyyətlə qarşılaşa bilər. Hər hansı bir qadından güclü dəstəklər ala bilərsiniz. Genel olaraq mart ayında uğur, nailiyyət sırf öz bürc əkizlər olanlar üçün daha yüksəkdir, daha ehtimaldır. Şanslı enerjilər sizdən yanadır, əziz əkizlər bürcləri. Arzulayıram ki, dediklərim ən yüksək xeyrinizə xidmət edir. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər əkizlər bürclərindən bölüşməyi unutmayın. Sağ olun, sevgi və işıqla qalın. Əziz xərçəng bürcləri və xüsusən yüksələn bürcü xərçəng olanlar, gəlin görək mart ayında sizi nələr gözləyir. Əziz xərçəng bürcləri, böyük bir ay tutulması var. Bilirsiniz, siz ayın enerjisindən çox təsir alırsınız. Ona görə mart ayı sizin üçün ekstra ruhani, emosional enerjiləri belə kökündən, dərindən, hər hüceyrənizdə təcrübə edəcəyiniz çox önəmli, çox güclü bir vaxtdır. Mart ayının ikisi 9-cu evinizə keçəcək olan Mars sizi xaricə göndərə bilər. Mart aylarında xaricə gedə bilər, xaricə gəzə bilər, yeni yerlər görə bilər, səyahətlər edə bilərsiniz. Bundan əlavə olaraq mənəvi, ruhani mövzular ya da səyahətlərlə bağlı mübarizələr və çətinliklər də verə bilərsiniz. Təhsil həyatınız varsa təhsillə bağlı bəzi mübarizələr verə bilərsiniz. Yəni xaric mövzularında da biraz ehtiyatlı olmalısınız. Təhlükəli, riskli şeylər etməməlisiniz. Qəzalara bir damcı daha meyilli olduğunuz dövrdə. Mart ayının 3-dəsə baş verən 3-cü evinizdəki ay tutulması qohum-əqrəbə, qonşular, qardaş-bacı, yaxın çevrə kimi insanları gündəmə gətirə bilər və bu mövzularla bağlı bir tamamlanma yaşana bilər. Bu sadəcə mart ayında yox, bütün 2026 boyu özünü göstərə bilər. Özünüzü inkişaf elətdirəcəyiniz, biliklərinizdə dərinləşəcəyiniz çox daha önəmli və potensial bir dönəmdir. Mart ayının 6-sı Venera 10-cu evinizə köçür. Karyeradan yana uğurlu bir dönəmə girirsiniz. İş həyatında, karyerada uğurlar, nailiyyətlər, gözəl şanslı enerjilər sizlə bir yerdə olacaq. Çox gözəl fürsətlərlə qarşılaşa bilər və ya hər hansı qadın fiqurlarından mart ayının 6-sından sonra bol-bol dəstək görə bilərsiniz. Ayın 11-də isə Yupiter sizin birinci evinizdə retropasiyasını qurtarır. Bu deməkdir ki, martın 11-dən sonra çox şanslı və çox gözəl bir dönəmə girirsiniz. Bolluğunuz, bərəkətiniz arta bilər, həyatın keyfini çıxarda bilər, şans, uğur, nailiyyət, ruhani, mənəvi enerjilər yüksələ bilər. Çox gözəl, çox dəstəkləyici, çox uğurlu bir dönəmdə olacaqsınız. Mart ayının 19-u 9-cu evinizdə bir yeni ay var. Ruhani, mənəvi mövzularla bağlı bir yeni başlanğıcı yaşaya bilərsiniz. Ya da xaricə köçə bilər, xaricə gedə bilər, səyahətlər edə bilər və mənəvi, ruhani olaraq yeni bir şeylər təcrübə edə bilərsiniz. Bu sizin böyümə, inkişaf eləmə, dərinləşmə mərhələniz olacaq. Mart ayının 19-u ruhani olaraq olduqca güclü enerjilər aktivdir. Akademik mövzularda da yeni başlanğıclar ola bilər. Martın 20-sindən sonra karyera əsaslı fokusunuzdur. Martın 20-sindən sonra xüsusən xarici mövzularında daha rahat, şanslı enerjilər var. Və martın 30-undan sonrasa genel olaraq hədəflərinizə, arzularınıza, xəyallarınıza gedərkən qapılarınız daha açıqdır. Dostluqlarınızdan yana böyük şanslar, böyük dəstəkləyici enerjilər görə bilərsiniz. Dəstəkləyici dost fiqurları gündəmə gələ bilər. Olduqca gözəl, şanslı və dəstəkləyici enerjilərdir. Bununla yanaşı sizə demək istəyirəm ki, sırf öz bürcü xərçəng olanlar, siz də bilməlisiniz ki, mart ayında sizin üçün möhtəşəm bir aydır. Şans, uğur, nailiyyət sizdən yanadır. Bolluq və bərəkət sizdən yana olacaq. Kainatın, yaradıcının, ilahi dünyanın sonsuz zənginliyinə güvənin. İşiniz nədirsə, təbii ki, işinizlə məşğul olun, amma gələn zənginliyə də güvənin. Şans, nailiyyət, uzun müddətli planlar, uzun müddətli uğurlar, gözəl enerjilər sizdən yanadır. Həyatınız çox daha gözəl, şanslı, bərəkətli və uğurludur. Əziz xərçəng bürcləri, möhtəşəm olsun mart ayı. Arzulayıram ki, ən yüksək xeyrinizə xidmət edir. Sevgi və işıqla qalın. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər xərçəng bürclərindən bölüşməyi də unutmayın. Əziz şir bürcləri və xüsusən yüksələn bürcü şir olanlar, gəlin görək sizi mart ayında nələr gözləyir. Əziz şir bürcləri, mart ayında çox güclü, iddialı bəzi enerjilər var. Belə ki, Mars sizin 8-ci evinizə keçəcək. Bu deməkdir ki, sizin ruhani bacarıqlarınızda çox böyük güclənmə olacaq. Rituallar, enerjilər çox yaxşı işləyəcək. Etdiyiniz ruhani praktikalar çox qüvvətli, çox sürətli bir şəkildə effekt verə bilər. Lakin mart ayı sizin üçün müəyyən qədər travmatik enerjilər də özlərində daşıyır. Mart ayında ehtiyatlı olmalısınız, travmalar ala bilərsiniz. Cinsəlliklə bağlı problemli enerjilər var, borc, kredit kimi mövzularla bağlı mübarizələr və savaşlar olmağa ya da çətinliklər çəkməyə, mübarizə verməyə daha meyillisiniz. Amma ruhani bacarıqlarınızda çox güclü və çox iddialı bir yüksəliş, bərkimədə gözlənilən hadisələrdir. Buna əlavə olaraq mart ayında əsaslı gündəminiz ruhani mövzular, borc, kredit, başqa yerdən gələn pullar, həyat yoldaşının qazancı və mənəvi ruhani mövzulardır. Mart ayının 20-sindən sonra enerjiniz çox yüksələcək, çox da uğurlu, yaxşı
yaxşı, parlaq, işıltılı bir enerjide olacaqsınız. Mart ayının 3-də ikinci evinizdə baş verəcək bir ay tutulması var. Bu deməkdir ki, Mart ayında və bütün 2026-da maddi olaraq çox böyük köklü dərin dəyişimlər yaşaya bilərsiniz. Pulla bağlı, maddi mövzularla bağlı və özünüzə verdiyiniz dəyərlə bağlı böyük bir tamamlanma yaşaya bilərsiniz. Bu sadəcə Mart ayında yox, bütün 2026 boyu özünü göstərə bilər. Bundan əlavə ayın 6-sı Venera sizin 9-cu evinizə keçir. Bu da deməkdir ki, xaricə getmək, səyahət eləmək, yeni yerlər gəzmək, dini, mənəvi, ruhani olaraq inkişaf eləmək, akademik mövzularda uğurlar qazanmaq, daha şanslı, daha gözəl, daha rahat həyatınızı yaşamaqla bağlı olduqca dəstəkləyici və gözəl enerjilər özünü göstərəcək. Mart ayının 11-də isə Yupiter retrosu bitir 12-ci evinizdə. Mart ayının 11-dən sonra dualarınız daha tez qəbul ola bilər, xəyallarınız, hədəfləriniz, arzularınız daha tez gerçəkləşə bilər. İlahi şanslı enerjilər sizdən yana olacaq, çox daha qorunacaqsınız. Mart ayının 19-da isə 8-ci evinizdə baş verici olan yeni ay, başqalarından gələn pul, həyat yoldaşının maddi durumu, ortalıq işdən gələn qazanclar kimi mövzulardan yana yeni şans qapıları gətirə bilər. Bu ərəfədə siz həyat yoldaşının maddi durumundan yana bir artış ya da bir ön plana çıxmağı, ya da ortalıq işləriniz varsa bu mövzuların gündəmə gəlməyi, ya da borc, kredit kimi mövzular varsa bu mövzularla bağlı dəyişim ya da yeni başlanğıcla qarşı-qarşıya gələ bilərsiniz. Mart ayının 20-də isə Merkur retrosu 8-ci evinizdə bitir, yəni borc, kreditlə bağlı verdiyiniz mübarizələr, çətinliklər biraz daha azalıb rahatlayacaq. Ya da başqa yerdən gələn pullarla bağlı, ya da psixoloji olaraq o travmatik enerjilərlə bağlı hər şey daha da rahatlayacaq və sakitləşəcək. Martın 30-dan sonrası Venera 10-cu evinizə keçir. Martın 30-dan sonra karyeradan yana uğurlar, nailiyyətlər, yüksəliş, gözəl enerjilərin özünü göstərməyi, həyatınızın daha uğurlu, daha gözəl, daha möhtəşəm olmağı gözləniləndir. Karyeranızda yüksəliş Martın 30-dan sonra aprel aylarında yaşaya bilərsiniz. Qadınlardan yana karyera həyatınızda dəstək ala bilərsiniz. Sırf öz bürcü şir olanlar sizə demək istədiyim bəzi sözlərim var. Mart ayında xaricə gedə bilərsiniz, səyahət edə bilərsiniz, yeni başlanğıclar başlaya bilər, uğurlar qazana bilər və öz gücünüzdən, öz enerjinizdən möhtəşəm bir şəkildə həyatınızda irəliləyə bilərsiniz. Lakin biraz qərarsızlıqlar və diqqət dağınıqlıqlar yaşaya bilərsiniz. Belə ki, biraz bir şeylər arasında qərarsız qalma, şübhələr duymaq ola bilər. Amma ona baxmayaraq hədəflərinizə gedəcəksiniz, arzularınıza gedəcəksiniz və içinizdəki həyat sevinci, atəş yüksələcək. Mart ayı arzulayıram ki, ən yüksək xeyrinizə xidmət eləyər. Əziz şir bürcləri, videonu bəyənməyi, komment yazmağı və digər şir bürclərindən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz qız bürcləri və xüsusən yüksələn bürcü qız olanlar, gəlin görək Mart ayında sizi nələr gözləyir. Əziz qız bürcləri, Mart ayı olduqca güclü enerjilər özlərində daşıyır. Belə ki, Mart ayında əsaslı gündəminiz ciddi münasibətlərdir. Əgər evlisinizsə, evliliyinizə, subaysızsa ciddi münasibətlərə bol-bol yönələ bilərsiniz. Evlilik sizin əsaslı və bir nömrəli fokusunuz olacaq, ya da ciddi münasibətlər. Ən əsas enerjiniz münasibət mövzularında axacaq, lakin münasibətdən yana biraz mübarizələr verəcəksiniz, çətinliklər çəkəcəksiniz. Müəyyən sınaqlar, zorluqlar ya münasibət ya da ortaqlıq işlərdən yana, ya da evlilikdən yana müəyyən qədər çətinliklər də özünü göstərə bilər və ən önəmlisi Mart ayında sizin öz bürcünüzdə bir ay tutulması baş verəcək. Mart ayında və bütün 2026-da emosional, duyğusal olaraq dərin bir tamamlanma yaşayacaqsınız, xarici görünüşünüzlə bağlı güclü bir dəyişim yaşaya bilərsiniz və ya öz daxili dünyanız, öz hissləriniz, öz həyatınızla bağlı köklü böyük dərin dəyişimlər, transformasiyalar təcrübə edə bilərsiniz. Bundan əlavə olaraq Veneranın 8-ci evinizə keçməyi də Mart ayının 6-sında gözlənilən deyəndə olacaq olandır. Bu da deməkdir ki, borc, kredit kimi mövzulardan yana şans sizdən yana olacaq. Həyat yoldaşınızın maddi durumunda artış, bərəkətlənmə yaşana bilər. Gözəl, şanslı, uğurlu enerjilər daha çox özünü göstərə bilər. Ruhani mövzular daha yaxşı işləyə bilər, amma sevgidən yana biraz mübarizə, çətinlik və gərginliklər davam edə bilər. Mart ayının 11-də isə Yupiter 11-ci evinizdə retropasiyasını bitirir. Bu deməkdir ki, böyük şans qapıları sizin üçün açıla bilər, böyük fürsətlərlə qarşı-qarşıya gələ bilərsiniz. Dostluqlarınızdan yana bol-bol şanslar Mart ayından sonra, Mart ayının 11-dən sonra yavaş-yavaş bütün 2026 boyu, daha doğrusu 2026-nın yayına qədər olan dönəmdə özünü göstərə bilər. Uğurlu şanslı enerjilər sizdən yana olacaq. Ayın 19-da 7-ci evinizdə baş verəcək olan yeni ay sevgi, ciddi münasibət, ortaqlıq işlər və hər cür münasibətləri gündəmə gətirə bilər. Bəziləriniz yeni münasibətə başlaya bilərsiniz. 20-sində isə Günəşin 8-ci evinizə keçməyi yenə sizin həm ruhani enerjinizi artırır, həm də biraz xaosları artıra bilər və Venera
Buğa bürcünə keçəcək mart ayında. Bu sizin üçün çox gözəl bir enerjidir. Çünki xaricə gedə bilərsiniz, səyahət edə bilərsiniz, gəzə bilərsiniz, yeni yerlər görə bilərsiniz. Mart ayının sonu və aprel ayında və özünüzü inkişaf elətdirə bilər. Çox daha uğurlu, gözəl enerjilərdən qarşı-qarşıya gələ bilərsiniz. Akademik mövzularda da, ya da dini mövzularda da şans sizdən yana olacaq. Arzulayıram ki, mart ayı sizin üçün möhtəşəm olar. Sırf öz bürcü qızı olanlarda demək istədiyim bəzi sözlər var. Öz bürcü qızı olanlar bolluq, bərəkət mart ayında sizdən yanadır. Bərəkətin artdığını görə bilərsiniz. Qadın fiqurlarından yana əkizlər tərəzi dolçu bürcü qadınlara qarşı ehtiyatlı olun. Puldan yana sizə bir pul atmaq ya da nə isə bir dürüst olmamaq, yalançılığa məruz qala bilərsiniz. Əsasən əkizlər tərəzi dolçu bürcü qadınlarından ya da ağıllı, savadlı, intellektual, beyni zəkası yaxşı işləyən qadınlardan yana. Ona görə də biraz ehtiyatlı olun, oyanıq olun, gözünüz açıq olsun. Hamıya hər şeyə tam güvənməyin mart ayında, əsasən qadınlar barədə, amma bolluq bərəkət də sizdən yanadır. Arzulayıram ki, mart ayı möhtəşəm olar, ən yüksək xeyrinizə xidmət eləyər, sevgi və işıqla qalın. Əziz tərəzi bürcüləri və xüsusən yüksələn bürcü tərəzi olanlar, gəlin görək mart ayında sizi nələr gözləyir. Əziz tərəzi bürcüləri, mart ayı maraqlı bir aydır. Belə ki, Venera Qoçda və 7-ci evdədir. Əsasən sizin üçün. Sizin üçün əsasən ən əsas mart ayının mövzusu ciddi münasibət, evlilik, ortaqlıq işlər, bu tərz mövzulardır. Böyük ehtimalla siz bir tərəzi bürcüsüz deyə sevgiyə, eşqə, münasibətə yəqin daha çox yönələcəksiniz. Evlisiz, sevgiliyiniz əsaslı gündəminiz olacaq. Ortaqlıq işləriniz varsa, ortaqlıq işlər əsaslı gündəm olacaq. Ya da subaysızsa bəlkə də həyatınızda yeni biri girəcək. Mart ayının ikisində Marsın 6-cı evinizə keçməyi ilə verdə mart ayında sağlamlıqdan yana biraz daha riskli bir dönəmdəsiz. Qrip ola bilərsiniz, xəstələnə bilərsiniz, əzələ ağrıları, həzm sistemi problemləri və ya ən ekstremdə cinsi xəstəliklərə meyillilik ola bilər. Ona görə ehtiyatlı olmalısınız mart ayında. Bundan yanaşı iş həyatında da müəyyən qədər mübarizələr verə bilərsiniz. Mart ayının 3-ündə isə 12-ci evinizdə baş verəcək bir ay tutulması olacaq. Bu deməkdir ki, ruhani, mənəvi enerjilər olduqca gündəmdə olacaq. Spiritual mövzulardan yana dəstək sizdən yanadır. Daha çox dəstəklənə bilərsiniz, amma həm də ruhani, mənəvi dərin dəyişimlər yaşaya bilər, böyük şəfalanmalar yaşaya bilər və biraz da bəlkə yaralar da ala bilərsiniz. Öz karmalarınızdan üzləşə bilərsiniz. 2026 ümumiyyətlə ruhani, mənəvi olaraq böyük dərin dəyişim ilidir sizin üçün. Spiritual olaraq böyük tamamlanma ilidir və arxanızca danışan, oyunlar oynayan pis ikiyüzlü insanlar varsa, bunlarla bağlı üzləşmələrin olduğu çox önəmli bir tarixdir. Mart ayının 6-sına baxanda Veneranın 7-ci evinizə keçdiyini görürəm. Ciddi münasibətlərdən yana böyük şanslar özünü göstərə bilər. Evlənə bilərsiniz, ailə qura bilərsiniz ya da evliliyinizdə şanslı, gözəl bir dönəmə keçə bilərsiniz. Bunu məncə bayaq demişdim, amma dəqiq tarixi mart ayının 6-sından sonraki dönəmdir. Yəni ciddi münasibətlərdən yana düz martın 30-una qədər daha şanslısınız. Mart ayının 11-də isə Yupiterin 10-cu evinizdə retro pozisiyasını bitirdiyini görürəm. Yəni mart ayının 11-dən sonra yaya qədər karyeradan yana yüksəliş uğur, nailiyyət, gözəl enerjilər, şanslı, dəstəkləyici enerjilər və gözəllik, xoşbəxtlik, gözəl enerjilər özünü göstərə bilər statusunuz və karyeranızla əlaqədar. Ayın 19-unda 6-cı evinizdə baş verəcək olan yeni ay iş həyatını gündəmə gətirə bilər. İşlə bağlı dəyişim, yeni bir ev heyvanı almaq, sağlamlıq, günlük rutinlər kimi mövzuların bol-bol gündəmə gəlməyi gözləniləndir. Mart ayının 30-undasa Veneranın buğaya keçməyi sizin 8-ci evinizə keçir deməkdir. Bu da deməkdir ki, həyat yoldaşının maddi durumunda artışlar ola bilər. Martın sonu, aprelin əvvəlləri ya da aprel aylarında həyat yoldaşınızın qazancında yüksəlişlər ola bilər və ya borc, kredit kimi mövzularla bağlı şans, uğur, nailiyyət enerjiləri özünü göstərə bilər. Ruhani dəstək güclüdür, amma sevgidən yana martın 30-undan sonra çox da şanslı deyil, ehtiyatlı olmaq lazımdır. Biraz da problemli enerjilər özünü göstərə bilər, diqqətli olun. Bəs yaxşı, sırf öz bürcü tərəzi olanlar sizə nə demək istəyirəm? Deyərdim ki, çəkdiyiniz zəhmətin qarşılığını alıb çox böyük köklü dərin dəyişimlər yaşayacaqsınız. İlahi ədalətə güvənin. Siz onsuz tərəzi bürcüsüz, ədaləti təmsil edirsiniz. İlahi ədalətə güvənin. Üstündə çabaladığınız, çalışdığınız nə varsa bu həyatda, hər hansı biri ilə bağlı çox böyük dəyişim yaşayacaqsınız. Böyük transformasiya olacaq. Bəlkə çox zəhmət çəkdiyiniz bir işdən çıxacaqsınız, amma yerinə qarşılığını çox daha yaxşı bir işə girəcəksiniz. Yəni yaradıcının ədalətinə güvənin və inanın ki, yaradıcı nəyi, necə, nə cür eləməlidirsə elə o cürdə eləyir. Ona görə də siz sadəcə güvənin və təslimiyyətdə olun, çəkdiyiniz zəhmətin qarşılığını alıb böyük transformasiya yaşayacaqsınız və karmanın enerjisi çox güclü olacaq. Etdiyiniz yaxşı ya da pis nə varsa geri qayıdacaq. Mart ayı ən yüksək xeyrinizə xidmət eləsin, ən möhtəşəm, ən gözəl şəkildə olsun. Əziz tərəzilər, sevgi və işıqla qalın. Videomu bəyənirsə bəyənməyi, komment yazmağı və digər tərəzi bürcülərindən bölüşməyi unutmayın. Sağ olun, salamat qalın.
Əziz əqrəblər və xüsusən yüksələn bürcü əqrəb olanlar, gəlin görək mart ayında sizi nələr gözləyir. Əziz əqrəb bürcləri, mart ayında Mars balıqlarda olduğu üçün siz çox ruhani, spiritual, həssas, duygusal, emosional, biraz da dramatik olacaqsınız. Mart ayında əsaslı fokusunuz eşq, sevgi, flört olacaq. Bol-bol flörtləşə bilər, eşq yaşaya bilər, dostluqlarınızla bol-bol zaman keçirdə bilərsiniz. Belə ki, mart ayının ikisində Marsın 5-ci ev və bu balıq bürcünə keçməyi ilə bir yerdə əsaslı fokusunuzun cinsəllik, sanki əqrəblər digər vaxtlarda buna fokuslanmırmış kimi cinsəllik və sevgi, flört ola bilər. Uşaqlarla bağlı biraz çətinlik çəkə bilərsiniz. Uşaqlarınız varsa bunun məsuliyyətləri ilə bağlı ya da nəsə bir mübarizələrdə. Mart ayındasa 3-ündə 11-ci evinizdə bir ay tutulması var. Bu deməkdir ki, xəyallarınız, arzularınız, hədəflərinizlə bağlı böyük transformasiya, dəyişim enerjisi sizlə bir yerdədir. Hədəflərinizə, arzularınıza, xəyallarınıza gedərkən dərin dəyişimlər yaşaya bilərsiniz. Mart ayında bəlkə də böyük arzularınız, xəyallarınız gerçəkləşə bilər ya da siz hədəflərinizə gedərkən dəyişərsiniz, transformasiya yaşayarsınız. Dostluqlarınızla bağlı problemi dostluqlarınız varsa həyatınızdan çıxa bilər və sosial çevrəniz genişləyə bilər, həyatınıza yeni dostluqlar girə bilər. Bundan əlavə mart ayının 6-sı Veneranın 6-cı evinizə keçməyi ilə bir yerdə iş həyatından yana daha sağlam, daha şanslı bir dönəmə girəcəksiniz. Peşə ya da ev heyvanları, peşəniz, sağlamlıq, diyet, bu tərz mövzularda çox daha şanslı bir dönəmə girəcəksiniz. Mart ayının 11-də isə Yupiter retrosu 11-ci evinizdə bitir. Bu deməkdir, ruhani, mənəvi olaraq daha çox dəstəklənəcəksiniz və xaricə getmək kimi mövzular mart ayının 11-dən sonra düz yaya qədər çox daha şanslı və gözəl olacaq. Ayın 16-sı 5-ci evinizdə baş verəcək olan yeni ay isə sevgi, eşqdən yana yeni başlanğıclar, bol-bol flört ya da hamiləlik kimi bir şey istəyənlər varsa bu mövzuları gündəmə gətirə bilər. Sevginin, eşqin enerjisi zirvəyə qalxar. Mart ayında ümumiyyətlə sizin üçün sevgi ayıdır. Bundan əlavə mart ayında Merkur retrosu da özünü belə deyək də azad, yəni Merkur retrosundan da qurtulursunuz, rahatlayacaqsınız. Sevgi, eşqlə bağlı xüsusən enerjilər çox təsir edirdi və bunu bitəcək. Sevgi həyatınız daha da gözəllənəcək və son olaraq Venera keçirsin 7-ci evinizə. Martın 30-undan sonra aprel ayında bir çoxunuz sevgini tapacaqsınız, bol-bol eşq yaşayacaqsınız, bəlkə evlənəcəksiniz ya da evliliyinizdə çox şanslı, gözəl bir dönəmə girəcəksiniz. Əziz əqrəb bürcləri, arzulayıram ki, mart ayı ən yüksək xeyrinizə xidmət eləsin. Sırf öz bürcü əqrəb olanlar, sizə də demək istədiyim bəzi şeylər var. Sırf öz bürcü əqrəb olanlar mart ayında bol-bol eşq yaşayacaqsınız, sevgi yaşayacaqsınız, uzun vadəli gələcəklə bağlı planlar qura bilər, xaricə gedə bilər, gəzə bilər və hər hansı bir qadın fiqurundan dəstək ala bilərsiniz, güclü bir qadın fiqurundan. Özünüz də güc qazana bilər və mart ayında kontrolün sizdə olduğu, atəşin, enerjinin, həyat sevincinizin yüksək olduğu möhtəşəm bir, güclü bir ay keçirdə bilərsiniz. Əziz əqrəblər, ən yüksək yerinizə xidmət eləsin. Videomu bəyənirsinizsə bəyənməyi, komment yazmağı və digər əqrəb bürclərindən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz oxatan bürcləri və xüsusən yüksələn bürcü oxatan olanlar, gəlin görək mart ayında sizi nələr gözləyir. Əziz oxatan bürcləri, ayın ikisi Marsın 4-cü evinizə keçməyi ilə bir yerdə ailə, ev, yuva mövzuları gündəmə gələcək. Ailə mövzuları ilə bağlı müəyyən qədər gərginliklər, dava-dalaş, xaos, biraz çətinliklər ya da evlə bağlı müəyyən qədər gərginliklər və ya yüngül çətinliklər yaşaya bilərsiniz. Belə ki, mart ayının 3-ündəsə 10-cu evinizdə bir ay tutulması olacaq. Bu deməkdir, karyera, iş, güclə bağlı böyük bir dəyişim yaşaya bilərsiniz. Karyera və statusunuzla əlaqədar böyük bir dəyişim, transformasiya təcrübə edə bilər. Bəlkə işinizi dəyişdirə bilərsiniz, yeni bir karyera sahəsinə başlaya bilərsiniz və ümumiyyətlə bütün 2026-cı ildə karyera ilə bağlı böyük dəyişim yaşaya bilərsiniz. Sadəcə martda yox, ola bilər bütün 2026-cı ildə. Bununla yanaşı ayın 6-sı Venera sizin 5-ci evinizə keçir. Sevgi, eşq gündəmə gələcək. Sevgidən, eşqdən, flörtlərdən yana çox daha şanslı ola bilərsiniz. Uğurlu və gözəl enerjilər sizdən yana ola bilər. Ümumiyyətlə biraz belə flörtöz bir hava-havada olacaqsınız. Ayın 11-i Yupiterin retro pozisiyası 8-ci evinizdə bitir. Bu deməkdir ki, martın 11-dən sonra borc, kreditdən yana çox daha şanslı, uğurlu bir dönəmdə siz nisbətən əməliyyatlardan yana şanslı bir dönəmdəsiniz. Amma mənim sözümə, yəni qulaq asıb hansısa bir əməliyyat falan girməyin, çünki mən ümumi danışıram. Sizin doğum xəritənizdə nə var, nə yox bilmirəm. Mart ayının 16-sı 4-cü evinizdə bir yeni ay olur. Yer dəyişdirmək, ev, yuva, ailə ilə bağlı yeni başlanğıc üçün potensial bir dönəmdir. Yəni ki, bu dönəmdə
yaşadığınız evlə bağlı ya da evdəkilərlə bağlı yeni bir başlanğıc dəyişimi ola bilər, bəlkə yer dəyişikliyi ola bilər, bəlkə. Bundan əlavə 20-si Merkur retrosu 4-cü evinizdə artıq retronu bitirir. Martın 20-sindən sonra ailə yuva mövzuları daha şanslı və gözəldir və martın 30-u Venera 6-cı evinizə keçir. Bu deməkdir ki, karyera həyatınız, karyera deyil də iş həyatınız, peşə, iş kimi mövzularda daha şanslı olacaqsınız. Martın 30-undan sonra sağlamlıq, günlük rutinlər, ev heyvanları kimi mövzularda daha şanslı və gözəl enerjilər özünü göstərəcək. Əziz ox atanlar, sırf öz bürcü ox atan olanlar, sizə də bəzi demək istədiyim şeylər var. Belə ki, ox atan bürcləri biraz rəqabətlərə meyilli olacaqsınız mart ayında. Əlinizdəkiləri biraz bərk-bərk tuta bilərsiniz, itirmə qorxusu biraz yaşaya bilərsiniz. Bunu yaşamamalısınız, biraz da rahat olun. Savaşacağınız, biraz dava dalışların olacağı, əlinizdəkiləri bərk-bərk sahib çıxacağınız və biraz kəskin enerjilərin olacağı, biraz da kəskin bir dönəmə girirsiniz. Yəni ki, mart ayı sizin bir dırnaqlarınız çıxacaq, amma narahat olmayın, hər şey yaxşıdır. Rahat olun və bolluq, ilahi enerjilər də sizdən yanadır. Bərk-bərk nəyisə yapışmağa ehtiyac yoxdur. Hər şey bombadır. Əziz ox atan bürcləri, arzulayıram ki, videomu bəyəndiniz. Möhtəşəm keçdi mart ayı. Videomu bəyəndinizsə bəyənməyi, komment yazmağı və digər ox atan bürclərinə bölüşməyi unutmayın. Sağ olun, salamat qalın. Əziz oğlaq bürcləri, vaxtısına yüksələn bürcü oğlaq olanlar, gəlin görək mart ayında sizi nələr gözləyir. Əziz oğlaq bürcləri, mart ayında, mart ayının 2-si Mars sizin 3-cü evinizə keçir. Mart ayında qohum-əqrəbə, qonşu, qardaş, bacı, yaxın çevrə ilə bağlı bir damcı mübarizə, gərginlik, dava-dalaşlar yaşana bilər. Yaxın yol səyahətlərinə qarşı ehtiyatlı olmalısınız, qəzalara bir damcı meyillisiniz. Buna əlavə olaraq özünüzü inkişaf elətdirmək, yeni bir şeylər öyrənmək, bu tərz mövzularda olduqca şanslı. Şanslı deyəndə, yəni enerjiniz yüksəkdir, yeni bir şeylər öyrənmək üçün enerjinizi ortaya qoya bilərsiniz, disiplininizi ortaya qoya bilərsiniz. Mart ayı sizin üçün səyahətə yatqın bir aydır, çünki sizin 9-cu evinizdə bir ay tutulması baş verəcək. Bu deməkdir ki, xaricə köçə bilərsiniz, xaricə gedə bilərsiniz, səyahət edə bilərsiniz, yeni bir təhsilə başlaya bilərsiniz, mənəvi, ruhani, dini mövzularda dəyişim yaşaya bilərsiniz. Yəni, xaric, din, təhsil, səyahət, fəlsəfə kimi mövzularda köklü böyük dərin dəyişimlər və transformasiyalar özünü göstərə bilər. Bu sırf mart ayında yox, bütün 2026 boyu ola bilər, çünki bu bir ay tutulmasıdır. Yəni, bir dəfəyə yox, yayılmış bir təsir göstərir. Bundan əlavə olaraq Venera 4-cü evinizdə olacaq. Mart ayında belə ki, ailə, ev, yuva mövzuları ilə bağlı şanslı enerjilər sizlə bir yerdədir. Ailədən yana gözəl şanslı enerjilərin özünü göstərdiyini görə bilərsiniz. Ev ala bilərsiniz, evlə, ailə ilə, yuva ilə bağlı gözəl enerjilərin keyfini çıxarda bilərsiniz. Bundan əlavə olaraq Veneranın 4-cü evinizdə olmağı sizi evinizə dizayn eləmək, evlə bağlı gözəlləşmək ya da ailə içi huzur kimi enerjiləri də ortaya qoyur. Mart ayının 11-i isə Yupiter sizin 7-ci evinizdə retro pozisiyasını bitirəcək. 11-dən sonra sevgi, eşq mövzularında ya da ciddi münasibət, daha doğrusu ciddi münasibət, evlilik ya da ortaqlıq kimi mövzulardan yana daha şanslı enerjilər sizdən yanadır. Mart ayından yaya qədər evlənə belə bilərsiniz. Yəni ailə də qura bilərsiniz. Gözəl şanslı enerjilər özünü göstərə bilər. Ya da evliliyinizdə ya da münasibətlərinizdə şanslı enerjilər də bəlkə özünü göstərə bilər. Bundan əlavə, amma təbii ki, bu doğum xəritənizdən də asılıdır. Ayın 16-sı 3-cü evinizdə baş verəcək yeni ay, yaxın çevrə, qohum-əqrəbə, qonşular, yaxın yol səyahətləri və yeni bilikləri yenə gündəmə gətirir və ən əsası mart ayının sonuna doğru Merkur retrosu bitir. Yəni yaxın çevrə, qohum-əqrəbə, qonşu, qardaş, bacı ilə bağlı gərgin və problemli enerjilər martın sonu aprel kimi ehtimal ki bitəcək və Venera Buğa bürcünə keçəcək. Bu sizin üçün olduqca dəstəkləyicidir, çünki sizin 5-ci evinizdə martın sonundan və aprel ayında sevgi, eşqdən yana şans, gözəl enerjilər, ümumiyyətlə şans, hobilər, həyatdan zövq alma, həyatın keyfini çıxartmaq kimi mövzular daha çox özünü göstərəcək. Ona görə də olduqca şanslı bir dönəmdə olacaqsınız, əziz oğlaq bürcləri. Bəs sırf öz bürcü oğlaq olanlar, sizə də demək istədiyim bəzi şeylər var. Zəhmət olmasa, saxta blokajlarınızı kənara qoyun. Mart ayında saxta blokajlar, özünüzü limitləməyi, özünüzü məhdudlaşdırmaq kimi mövzular gündəmə gələ bilər. Özünüzü məhdudlaşdırmayın. Siz çox daha artığını bacara biləcək böyük bir gücə və enerjiyə sahibsiniz. Mart ayında hədəflərinizə doğru böyük bir sürətlə gedə bilərsiniz. Yaxın yol səyahətləri edə bilərsiniz və ana ya da hər hansı emosional bağınız olan bir qadın fiqurundan yana çox güclü bir şəkildə dəstəkləndiyinizi görə bilərsiniz. Ümumiyyətlə, hədəflərinizə, arzularınıza, xəyallarınıza gedərkən yeganə əngəl özünüzü limitləmək olacaq. Olmasın deyə də bunu əvvəldən deyirəm ki, özünüzü limitləməyin. Heç bir göz, nəzər, cadu, bu hər hansı bir səbəbdən özünüzü dayandırmayın. Siz çox daha artıq bacara biləcək bir potensialdasınız. Əziz oğlaqlar, videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər oğlaq bürcüləri ilə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın.
Əziz Dolça bürcləri və xüsusən də yüksələn bürcü Dolça olanlar, gəlin görək mart ayında sizi nələr gözləyir. Əziz Dolça bürcləri, mart ayında 8-ci evinizdə böyük bir tutulma olur. Mart ayında etdiyiniz rituallar, ruhani praktikalar, spiritual energetik çalışmalar çox güclü işləyəcək. Martın 3-ü baş verəcək olan ay tutulması nəinki martda bütün 2026-ya təsirini göstərir. Bu deməkdir ki, ruhani enerji zirvədə güclü, dəstəkləyici və son dərəcədə belə deyək də yüksəkdir. Bununla yanaşı həm də mart ayında siz ortalıq işdən gələn qazanc, həyat yoldaşının maddi durumu, başqa yerdən gələn pullar, borc, kredit, miras kimi mövzularla bağlı transformasiya, dəyişim yaşaya bilərsiniz. Bu sadəcə mart ayında yox, bütün 2026-da və cinsəllik kimi mövzularda da dəyişimlər yaşana bilər. Bununla yanaşı martın 2-si isə Mars 2-ci evinizə keçir. Mart ayında aprelin əvvəlinə qədər, aprelin 9-una qədər olan periodda biraz maddi mübarizələriniz olacaq. Bu iki variant ola bilər. Ya siz daha çox pul qazanmaq üçün çabalayacaqsınız, ya da siz ümumiyyətlə pulla əlaqədar çətinlik çəkəcəksiniz. İndi mən sizə məsləhətim odur ki, pulla bağlı çətinlik çəkməkdənsə daha çox pul qazanmaq üçün mart ayında özünüzü biraz məcbur edin. Daha çox pul qazanmağa, daha çox işləməyə lap məcbur eləməyin, normal səviyyədə. Biraz da artığını eləməyə özünüzü yönləndirin. Belə olsa, pulun azlığı ilə bağlı çətinlik çəkməzsiniz. Amma yox, siz mart ayında daha pasiv, sakit oturacaqsınızsa pulla əlaqədar, onda maddi olaraq çətinliklər və mübarizələr yaşaya bilərsiniz. Bununla yanaşı, əziz Dolça bürcləri, mart ayında həyatınızda 6-cı evinizdə Əziz Dolça bürcləri, mart ayında Veneranın 3-cü evinizə keçməyi ilə bir yerdə martın 6-sından sonra yaxın çevrə, qohum-əqrəbə, qonşu, qardaş, bacı kimi insanlardan yana daha çox dəstəklənə bilərsiniz. Xüsusən də yaxın çevrənizdə olan qadın fiqurlarından yana dəstəklənə bilər, özünüzü yeni biliklərdə inkişaf elətdirə bilər, yaxın yol səyahətləri eləyə bilərsiniz. Ayın 11-i isə Yupiter retropasiyasını bitirir. 6-cı evinizdə iş həyatından yana martın sonu və yaya qədər olan periodda daha şanslısınız. İşdən yana, sağlamlıqdan yana, ev heyvanları kimi mövzular, günlük rutin, sağlamlıq, diyet kimi mövzulardan yana şanslısınız. Şəkərə qarşı biraz ehtiyatlı olun. Bununla yanaşı ayın 16-sı 2-ci evinizdə olacaq olan yeni ay pul mövzularını gündəmə gətirəcək. Yeni pul qapıları açıla bilər, pul mövzuları bol-bol gündəmə gələ bilər, maddi mövzular əsaslı gündəminiz ola bilər. Əgər enerjilər pozitivdirsə, yəni sizin doğum xəritənizdə pul gələ bilər ya da pul gedə bilər. Amma daha çox pulla bağlı yeni qapıların açılmağı və daha yaxşı olma ehtimalı var, amma yenə də xəritəmizdən asılı ola bilər. Bununla yanaşı pulla bağlı biraz qarışıq və mübarizəli enerjilər martın 20-si qurtarır və puldan yana daha bərəkətli, daha rifah dolu, daha gözəl bir dönəmə girəcəksiniz 20-sindən sonra yavaş-yavaş. Merkur retrosu çünki qurtaracaq, sizin pul evinizdə olurdu. Və 30-u Veneranın 4-cü evinizə keçməyi ilə bir yerdə martın sonu, aprel aylarında ailə ev yuva mövzularından yana daha şanslı, daha gözəl, daha dəstəkləyici enerjilər olacaq. Bəlkə evinizi dizayn eləmək istəsəz ya da ev ailə yuva ilə bağlı ya da fiziki olaraq evlə bağlı şanslı enerjilər var. Ev almaq istəyənlər üçün də dəstəkləyici bir zamandır. Əziz Dolçalar, xüsusən yüksələn Dolçalar, ən yüksək xeyrinizə xidmət eləsin. Gəlin görək sırf özbürcü Dolça olanlar üçün mart ayında nələr var. Sırf özbürcü Dolça olanlar maddi olaraq güclü enerjilər altındasınız. İçinizdə gələn fikirlər, düşüncələr boş-boşuna deyil. Ağlınıza gələn hər hansı bir ideya, fikir, düşüncə sizi çox daha irəlilərə apara bilər. Potensialınızın olduqca güclü bir şəkildə gerçəkləşdiyi və özünüzü gerçəkləşdirə bildiyiniz olduqca şanslı, güclü və dəstəkləyici enerjilər sizdən yanadır. Bununla yanaşı hər hansı bir problemin bitişi də ola bilər və qadın, həm güclü qadın, həm güclü kişilərdən yana dəstəklənə biləcəyiniz, cinsəl enerjinizin də yüksələcəyi olduqca güclü, önəmli bir dönəmdir, əziz Dolça bürcləri. Ən yüksək xeyrinizə xidmət eləsin. Öyrəndiklərinizi videomu bəyənirsə bəyənməyi, komment yazmağı və digər Dolça bürcləri ilə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz balıq bürcləri, xüsusən yüksələn bürcü balıq olanlar, gəlin görək mart ayında sizi nələr gözləyir. Əziz balıq bürcləri, mart ayına baxdığımız zaman 7-ci evinizdə güclü bir ay tutulması var. Ciddi münasibətlər gündəmdədir. Evlilik, ciddi münasibətlər və ya hər hansı ortalıq işlər, hər cür münasibətlər bol-bol gündəmə gələ bilər mart ayında. Sadəcə mart ayında yox, bütün 2026 boyu ola bilər və evlənə bilərsiniz. Ya da evliliyiniz pis gedirsə, sizin üçün belə yaxşı getmirsə, boşanma da ola bilər. Mart ayında ciddi münasibətlər, evlilik, birliklə bağlı böyük, dərin dəyişim və transformasiya enerjiləri özünü göstərə bilər. Buna yanaşı mart ayının ikisində Mars sizin bürcünüzə keçir. Bu nə deməkdir? Həm pozitiv, həm negativ tərəfləri var. Pozitiv tərəfi odur ki, idmana yönələ bilər, aktiv həyat keçirdə bilər, ambisiyanız, gücünüz, enerjiniz arta bilər. Nisbətən negativ xəbərim də odur ki, biraz mübarizə verəcəksiniz, biraz belə bildiyiniz mübarizə, belə çabalamaq ön planda olacaq martda.
martdan aprelin əvvəlinə qədər. Amma yəni bunu pozitivi işlədib hədəflərinizə də gedə bilər, xəyallarınıza doğru irəliləyə də bilərsiniz ya da sadəcə oturduğunuz yerdə çətinliklə çəkə bilərsiniz. Ona görə mənim məsləhətim hədəflərinizə yönəlməyinizdir. Buna yanaşı mart ayının 6-sında Venera 2-ci evinizə keçir, bərəkətli bir dönəmə gelirsiniz. Bolluq, bərəkət və maddi rifah enerjisi sizlə bir yerdə olacaq. Mart ayının 6-sından sonra çox daha bərəkətlənə bilər, zövqə, həzzə də bol-bol pul xərcləyə bilərsiniz, zövq aldığınız şeylərə ya da xidmət almağa. Mart ayının 11-də isə Yupiter retropozisiyası bitir. Yəni sevgi, eşq, şans, hobilər kimi və uşaq kimi mövzularda, uşaqlarla əlaqədar mövzularda şanslı, gözəl və dəstəkləyici bir dönəmə girirsiniz. Düz yaya qədər. Ayın 16-sı birinci evinizdə bir yeni ay olur. Mart ayının ortaları, axırlarına doğru xarici görünüşünüzlə bağlı dəyişimlər yaşaya bilərsiniz. Bir dəyişikliklər ola bilər. Emosional, duyğusal mövzular gündəmə gələ bilər. Öz görünüşünüzlə bağlı ya da özünüzlə bağlı yeni başlanğıclar ola bilər. Mart ayının 20-sində Merkur retrosu bitir, rahatlayırsınız. Çünki sizin öz bürcünüzdə olurdu. Martın 20-si, 23-i, 25-i kimi rahatlayacaqsınız və həyatınız hərəkətlənəcək. Və ayın 30-u Venera 3-cü evinizə keçəcək. Bu deməkdir ki, artıq əsaslı martın sonu və aprel ayında yaxın çevrənizdən yana bol-bol dəstəklənə bilər. Xüsusən qohum-əqrəba, qonşu, qardaş, bacı kimi insanlardan yana dəstəklənə bilər. Yaxın yol səyahətləri eləyə bilər. Təhsillə bağlı şanslı enerjilər özünü göstərə bilər. Təhsil müəyyən qədər tam yox, özünü inkişaf elətdirməklə bağlı gözəl enerjilər özünü göstərə bilər. Xüsusən qadınlardan yana da dəstək ala bilərsiniz. Sırf öz bürcü balıq olanlar, sizə də deyəcəyim bəzi sözlərim var. Sırf öz bürcü balıq olanların möhtəşəm və şanslı enerjilər sizdən yanadır. Mart ayında istədiyiniz kimi gözəl enerjilər özünü göstərə bilər. Xüsusən dolça bürclərindən yana ekstra dəstəklənə bilərsiniz. Şirbuq, əqrəb, dolça bürclərindən yana dəstək görməyə daha meyillisiniz. Buna yanaşı istəkləriniz gerçəkləşə bilər, dərin şəfalanma yaşaya bilər, uğur, nailiyyət sizlə bir yerdə ola bilər. Möhtəşəm enerjilər, gözəl, əla enerjilər özünü göstərə bilər. Əziz balıq bürcləri, videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər balıq bürclərindən bölüşməyi unutmayın. Sağ olun, salamat qalın. Əziz bütün bürclər, mart ayı möhtəşəm olsun, həyatınızı işıq tutsun, sevgi və işıqla qalın.